Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və bihi nəstəin innehu xeyru nasirin və muin. Xoş gördük, hörmətli tamaşaçılar. Bildiyiniz kimi bizim bugünkü danışığımız İmam Sadiq əleyhissalamın şəhadətinə təsadüf edir və bununla bağlı siz əziz tamaşaçılara başsağlığı ərz edirik. İmam Cəfər Sadiq əleyhissalamın həyatına biz baxdıqda görürük ki, İmam Sadiq əleyhissalam öz fəaliyyətilə müəyyən cəhətlərdən digər imamlardan fərqlənir. Və bu fərqlilik ondan ibarətdir ki, imam elmi bir inqilab yaratmışdır. Yəni imamın öz dövründə olan şərait, münbit şərait səbəb olmuşdur ki, imam İslam elmlərini geniş şəkildə yaya bilsin. Bu şəraitlər əsasən tarixi kitablarda 3 əsas amili qeyd edirlər bununla bağlı. Biri ondan ibarətdir ki, artıq İmam Sadiq əleyhissalamın dövründə müxtəlif etiqadi cərəyanlar baş qaldırmışdı və formalaşmaq üzrə idi. Bunların əsasən ikisini qeyd etmək olar, bir Mötəzilə və Əşarə cərəyanı artıq İmam Sadiq əleyhissalamın dövründə vüsət almışdı. Düzdür, bu cərəyanların tarixi İmam Sadiq əleyhissalamın zamanından daha qabaqki dövrə dayansa da, artıq İmam Sadiq əleyhissalamın dövründə bunlar çox geniş şəkildə fəaliyyət göstərdilər və bu haqq cəbhənin, yəni haqq dinin, Hz. Muhammed sallallahu aleyhi və səlləmin gətirdiyi dinin aradan getməsinə bir zəminə yarada bilərdi və imam buna görə də İslam etiqadlarının yayılmasında ciddi cəhd göstərirdi. İkinci amil ondan ibarətdir ki, bildiyiniz kimi İmam Sadiq əleyhissalamın dövrü Abbasilərin və Əməvilərin çaxnaşma dövrünə düşür. Bu iki siyasi cərəyan hakimiyyət uğrunda mübarizə apardıqları üçün digər məsələlərə diqqət yetirə bilmirdilər. Və bu şəraitdən istifadə edərək, münbit şəraitdən istifadə edərək İmam Sadiq əleyhissalam İslam elmlərinin yayılmasında ciddi cəhd göstərdi. Üçüncü amil İmam Sadiq əleyhissalamın fəaliyyəti üçün İmam Baqir əleyhissalamın zəminə yaratmasıdır. Və bilirsiniz ki, tarixi kitablarda qeyd olunur ki, İmam Baqir əleyhissalamın 400, İmam Sadiq əleyhissalamın 4000 alim tələbəsi olmuşdur. Və bu şəraitləri nəzərə alaraq İmam Sadiq əleyhissalam İslam elmi və İslam maarifinin geniş yayılması üçün haqq bayrağı öz əlinə almış və bu sahədə ciddi mübarizə aparmışdı. Bunu da qeyd etmək lazımdır ki, İmam Sadiq əleyhissalam bir məktəb yaradaraq müxtəlif sahələrdə böyük şəxsiyyətlərin yetişməsinə vəsilə olmuşdur. Və İmam Sadiq əleyhissalamdan müxtəlif elmlər bizə irs qalmışdır. Həm fiqh və üsul, həm hədisşünaslıq, təfsir, kəlam sahəsində, hətta təbii elmlər sahəsində, məsələn, kimya, riyaziyyat və astronomiya sahəsində imam öz elmi fəaliyyətini göstərmiş, öz tədrisini həyata keçirmiş və bu sahədə böyük şəxsiyyətlərin yetişməsinə səbəb olmuşdur. Məsələn, fiqh sahəsində Məaz ibn Muslim və yaxud Hariz ibn Abdullah kimi şəxsiyyətlər tarixi kitablarda qeyd olunur. Və yaxud da hədisşünaslıq sahəsində Zurarə ibn Əyyan və yaxud Humran ibn Əyyan ki, bunlar iki qardaşlar, ikisi də hədisşünaslıq sahəsində və mühəddis kimi tarixdə qeyd olunublar. Kimya sahəsində məşhur olan Cabir ibn Əyyan, yəni İmam Sadiq əleyhissalamın tələbələrindən hesab olunur ki, təqribən 200-ə yaxın kimya sahəsində kitab və risaləsi mövcuddur. Eyni zamanda kəlam və etiqad sahəsində də imamın böyük şəxsiyyətlər kimi formalaşdırdığı bir sıra alimlər vardır ki, onların bir neçəsinin adını mən burada zikr edib haqlarında qısa məlumat verəcəm sizə. Onlardan biri Mu'min-i Taq adında bir şəxsdir ki, Əbu Cəfər İbn
Əli Əhval adlı bir şəxsiyyətdir. Momin Taq bunun ləqəbidir. Kufədə məskunlaşmış şəxslərdəndir. Bu şəxs doğum tarixi məlum deyil, amma vəfat tarixi iki nəqlə görə ya hicrətin 160-cı və yaxud da hicrətin 180-ci ilində baş vermişdir. Fiqh və xüsusilə kəlam sahəsində ixtisaslaşmış bir şəxsdir. Deməli, bu şəxs həm İmam Sadiq əleyhissalamdan birbaşa və İmam Baqir və İmam Zeynulabidin əleyhissalamdan vasitə ilə hədis nəql etmişdir. Bu şəxs deməli Əbu Hənifə ki, Əhl-i Sünnə məzhəblərinin birinin banisi hesab olunur. Tarixdə onunla elmi mübahisəsi qeyd olunmuşdur. Eyni zamanda Momin Taq, Zeyd ibn Əli ibn Hüseyn ibn Əbi Xidri ibn Əbil Covfə kimi şəxsiyyətlərlə elmi mübahisəsi tarixdə qeyd olunubdur. İkinci şəxs ki, İmam Sadiq əleyhissalamın kəlam sahəsində formalaşdırdığı şəxslərdən Hişam ibn Salimdir ki, bu şəxs deməli Mədinədə Bəşir ibn Mərvan kimi şəxsin evində böyümüşdür və bunun künyəsi Əba Muhamməddir. Bu şəxs, yəni Hişam ibn Salim, İmam Sadiq və İmam Kazım əleyhissalamın dövründə yaşamışdır. Bunun həm həcc sahəsində, həm meyrac sahəsində kitabları vardır. Hişam ibn Salim, deməli, İmam Sadiq əleyhissalam təvhid sahəsinə aid olan hər hansı bir mövzunu bu şəxsin ixtiyarında qoyarmış. Yəni, təvhid sahəsində hər hansı bir təhqiq və yaxud bəhs mövzuları, elmi mübahisə mövzuları olsa, Hişam ibn Salimə tapşırarmış. Hişam ibn Salim eyni zamanda 663 hədisin nəql olunmasında bu şəxsin adı qeyd olunur və müvəssəq bir şəxs kimi, yəni etibarlı bir şəxs kimi yadda qalıbdır tarixdə. Eyni zamanda təkcə Şia alimlərinin diqqətini yox, eyni zamanda Əhl-i Sünnə alimlərinin də diqqətini cəlb eləmiş şəxsdir. Amma üçüncü şəxs ki, biz haqqında danışmaq istəyirik, Hişam ibn Həkəm, bu şəxs imamın demək olar ki, kəlam sahəsində bir nömrəli tələbələrindən hesab olunur. Rəsanalı elmlərdə, yəni doğrudan da İmam Sadiq əleyhissalamın dövründə və özündən sonraki mərhələlərdə demək olar ki, birincilərdən bəlkə ən birinci şəxs hesab olunur. Hişam ibn Həkəm iki imamı dərk edibdir. Deməli, ən böyük alimlər bu şəxsi tərif ediblər, hətta Əhl-i Sünnə alimlərinin də tərifinə layiq görülüb. Bu şəxs deməli əxlaqi üstünlüklərdə mövcud olub, yəni ciddi elmi münazirələrdə iştirak etməsi bunun şücaətindən xəbər verir və digər əxlaqi üstünlüyü ondan ibarət idi ki, bu şəxs öz müxaliflərinə ciddi səbir göstərən şəxslərdən olub. Öz dövründə Yəhyə ibn Xalid Bərməki ki, o dövrdə elmi mübahisələrin, elmi münazirələrin hakimi hesab olunurdu. Onun ciddi tərifinə və mükafatlarına layiq görülmüş şəxslərdəndir. Amma bundan başqa onu demək olar ki, Hişam ibn Həkəm 4 imam tərəfindən tərif olunub. Hişam ibn Həkəm elə bir mövqe tapmışdı ki, Əhl-i Beytin yanında 4 imamın nəql elədiyi hədisin məzmunundan ibarətdir ki, o yerdə ki, Hişam ibn Həkəm qalib gəlirdi, bu Əhl-i Beytin qələbəsi hesab olunurdu. Və o yerdə ki, narazılıq edirdi, etiraz edirdi, bu Əhl-i Beytin narazılığı hesab olunurdu. Hişam ibn Həkəm ömrü boyu Əhl-i Beytə xidmət eləmiş şəxslərdəndir və öz belə deyək, şəxsiyyəti ilə müxtəlif sahələrdə bu şəxsin belə demək olar ki, özünə məxsus nəzəriyyələri var. Məsələn, Allahşünaslıq, cəbr və ixtiyar sahəsində varlıq aləmini tanımaq, insanşünaslıq, nübüvvət, ismət, möcüzə, peyğəmbərlərin zərurəti, imamət mövzularında bu şəxsin özünə məxsus
nəzəriyyələri mövcuddur. Bu qısa bir məlumatdır sizin üçün. Bu şəxslər haqqında məlumat toplamaq istəyən gərək özü tarixi və elmi kitablara müraciət eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.